Salam. 2026-cı ildə Naxçıvanda keçirilmiş sertifikasiya imtahanında istifadə olunan suallardan bəziləri müəllimlərimizin yadında qalan sualların ümumi bir PDF şəklində yığmışam. Ən azından suallardan məlumatımız olsun ki, nə tipdə suallar işlədilib. Bəzilərini çox asandır, heç izaha ehtiyac yoxdur, üzərindən keçəcəyik, ümumi danışıq olaraq. Bəzilərinə həll yazacağım. Deməli, birinci sualda məsələn soruşulur ki, eksotermik reaksiyaları müəyyənləşdirin. Variantlarda azotun oksigenlə reaksiyası, NO-nun parçalanma reaksiyası, azotun hidrogenlə olan reaksiyası və yaxud da ki, amoniakın parçalanması formasında. Yəni, bu tip reaksiyalar verilib. Qeyri-adi, fərqli bir şey yoxdur. Yəni, sadəcə eksotermik olanları içərisindən seçmək lazım idi. İkinci sualda hansı metalların xlorid turşusundan birbaşa reaksiyasından duz alınmaz? Pasiv metallar 1-2 duru turşularından reaksiya vermir və ona görə də variantların içərisindən pasiv metalları seçmiş oluruq. Üçüncü sualımızda sink metalının qatı sülfat turşusundan reaksiyasına alınan oksidlərin əmsal cəmi neçədir? Oksidlər dediyinə görə qatı sülfat turşusu ilə ortaq dillər biz bilirik ki, 3 cürə məhsul verə bilər qatılıqdan və temperaturdan asılı olaraq. Məsələn, H2S də verə bilər, kükürt də verə bilər, SO2 də verə bilər. Təbii ki, bu reduksiya məhsulları ilə yanaşı su alınır, bir də duz alınır. İndi burada da oksidlərin əmsal cəmi dediyinə görə, deməli ki, SO2 və su alınan reaksiyaya baxacaqdır. Yəni, SO2-nin reduksiya məhsulu olduğu reaksiyaya. Ona görə sink, qatı sülfat turşusu alınır, sink sulfat, SO2 və su. Bizdən də SO2 ilə suyun əmsal cəmini istəyir. Sink 0-dan getdi. Sink müsbət 2 vəziyyətinə 2 elektron və kükürt müsbət 6-dan gedib, kükürt müsbət 4 vəziyyətinə 2 elektron. Yəni, birin birə nisbətində. Sinkin də əmsalını 1 yazırıq, SO2-nin də əmsalını 1 yazırıq, elə bundan yazayıb yoxdur. Və sulfat 2 olur, onda suyun da əmsalı 2 olmuş olur. Oksidlərin də əmsal cəmi bizə verir 3 uyğun olaraq. Keçdik 4-cü sualda deyir, qaz halında olan alkinin etanla qarşılığının orta molekyar kütləsi 36, butanla qarşılığının orta molekyar kütləsi 46 olarsa X hansı alkendir? H üsulu ilə rahat şəkildə tapaq bunu. Belə deyək, indi hansı mol miqdarda götürülməsinin təbii ki, konkret olaraq qeyd olunmayıb, amma alken olaraq yəni soruşur sadəcə bizdən. Deməli, X tutaq ki, alkenidir, etan da emeri 30-dur və bunların qarşılanmasından emeri 36 olan qaz qarşığı alınıb. 36-dan 30 çıxıram 6. Həmişə bilirik ki, orta molekyar birindən böyük, birindən kiçikdir. Əgər 30-dan böyükdürsə, deməli X-dən kiçikdir. X çıxılsın 36 yazıram. Daha sonra həmin X butanla, yəni 48-lə, yox, bir saniyə, butan 58. 58 ilə qarışanda buradan da OM ortası 46 olan belə deyək, qaz qarşığı alınıb. Və indi buradan da yenə böyükdən kiçik çıxıram. 58-dən 46 çıxırdıq, 12. Və bu zaman deməli burada da 58 46-dan böyükdür. Digər tərəfdə 46 X-dən böyük olmalıdır. Və buradan biz nəyi görürük? X minus 36, yəni X burada 36-dan daha böyükdür, yəni X böyükdür 36. Digər tərəfdə isə 46 çıxılsın X yazmışam, yəni X 46-dan kiçikdir. Ona görə də, yəni bu hansı qazdırsa, hansı alkendirsə, emeri 46 və 36 arasıdır və biz də qaz aqreqat halında olanları yazanda görəcək ki, etilendir 28, propilendir C3H6, bu da olacaq 42 və 46 ilə 36 arasında yerləşən propilen olmuş olur uyğun cavab olaraq. Növbəti 5-ci sualımızda, deməli, toluluda 3-cü karbondakı hidrogen tolulu yazaq və 3-cü karbondakı hidrogen yerine metil tərəfdən nömrələyirik 1, 2, 3. Buradakı CH2 vəziyyəti idi, həmin hidrogeni əvəzləyirəm metil qrupu ilə və 1, 2, 3 1-ə və 3-ə metil qrupu birləşib. Adlandıranda 1, 3 dimetil benzol şəklində də adlandıra bilərik və yaxud da ki,
Deməli, bu orto, bu meta, bu da para vəziyyətdir. Biz görürük ki, meta vəziyyətə birləşib. Ona görə də meta ksilol şəklində də adlandırmaq olar. 6-cı sualımızda deməli, bərk halda olan karbohidrogen, fenol bərkdə amma karbohidrogen deyil. İzopren benzoldur mayedirlər, sikloksan mayedir və heksadekan burada da bərk aqreqat halda olmuş olacaq. Metil amin formaldehid maddələr bu qədər çox deyildi. Sadəcə hər müəllim bir maddə adı çəkdiyinə görə mən hamısını belə yığmış oldum. Fərq etməz, oksidləşmə dərəcələrini tapaq. CH3 NH2 şəklində yazaq. Müsbət 1, müsbət 1, mənfi 3 və deməli 4, 3, 5. Onda bura qaldı mənfi 2. Deməli, bir dənə burada mənfi 2 oksidləşmə dərəcəsi göstərənləri tapaq. Formaldehid HCOH-dır. Mənfi 2, bu da müsbət 2, karbona qalır 0. Formiyyət turşusu HCOOH, müsbət 1, mənfi 2, bu da mənfi 2, müsbət 2. Yəni, bu da olmadı. Sonra metanol CH3OH şəklində yazıram. Mənfi 2, müsbət 1, deməli 4. Bu da olacaq mənfi 2. Deməli, ikinci də buradan. Sonra o birisi nə idi? Karbon monoksid CO mənfi 2, müsbət 2. Sonra nəyimiz qaldı? Asetaldehid CH3 COH. CH3-ə ayrı yanaşırıq, müsbət 1, bu da mənfi 3 olaraq. COH-a da ayrı yanaşırıq, mənfi 2, müsbət 1. Burada müsbət 1 düşmüş olur, yəni bu da olmadı. Sonra nə qaldı bizdə? Dimetil efiri. Dimetil efiri CH3O, CH3 şəklində yazıram. Ümumən karbonlar hərəsi oksigenə bir elektron vermiş olur. Ona görə də müsbət 1 yazanda hidrogendən 3 dənə elektron alırlarsa, aldığı elektronun birini ötürür. Ona görə də 2 elektron almış olur. Mənfi 2, eyni şəkildə bu da mənfi 2-dir. Yəni, 3-cü birləşmə olaraq da bunu götürmək olar. 3 dənə birləşmədə mənfi 2 oksidləşmə dərəcəsi göstərən karbon atomu var. Ümumən karbon say desəydi 4 dənə karbon mənfi 2 oksidləşmə dərəcəsi göstərir. Amma bizdə indi birləşmə dediyinə görə biz 3 götürürük. 8-ci sualda deməli spirt aldehid. Spirtdən aldehidə keçəndə biz bilirik ki, bu oksidləşmə prosesidir. Spirtdən aldehidə, aldehiddən karbon turşusuna, karbon turşusundan da karbon qazına gedibsə, deməli CH3OH-dan HCOH-a keçib. HCOH-dan oksidləşmə prosesi ilə HCOOH-a keçib və HCOOH-dan da CO2-yə keçib. Deyir, hansında hibrid orbital sayı dəyişməz. Burada sp3-ün sp2-yə keçidi baş verir, dəyişdi. Burada sp2, sp2 qalır, dəyişmir. Burada isə sp2, sp keçir, burada da dəyişir. Yəni, bir tək ikinci keçiddə cavab dəyişmədi. Alkinin 1 molun yanması zamanı burada mexaniki olaraq bir səhv gedib 2n-4 olmalıdır cavab. Deməli, 1 molun yanması zamanı n-1 mol karbon qazı alınırsa, yəni normaldakı n əvəzinə n-1 yazmalıyıq və alkindir burada. Burada yuxarıda alkin yazılır, burada alkin və alkinə görə hesablama aparılıb. Alkinin formulunu müəyyənləşdirmiş olsaq, deməli, Cn, n deyəndə, bax, belə yazaq da, n əvəzinə, normaldakı n əvəzinə n-1 yazmalıyıq. Onda olacaq Cn-1, hidrogen isə 2n-4 şəklində. Yəni, bu şəkildə formul olmalıdır. Elə bil ki, 2n-2-də normaldakı n əvəzinə 2, n-in əvəzinə n-1 yazıram, -2 də qalır. Bu da 2n-2, -2, yəni 2n-4 verir. Hidrogen olaraq karbonun da sayı n-1 qədər olur. 10-cu sualımızda riboza və fruktozadan ibarət qarışıqda açıq quruluşunda cəmi 21 asimetrik var. Ribozanın açıq quruluşunda 3 asimetrik karbonu var.
və hidrogenləşmə zamanı deməli azalaraq 2 asimetrik karbona düşür. Fruktozada yenə də 3 asimetrik karbon var. Hidrogenləşmə zamanı 4 asimetrik karbona keçmiş olur. Yəni ribozada azalır, fruktozada artır. İndi tutaq ki, x moldur. Bunlara da 3x və 2x, 4x olaraq yazmalıyıq. İndi bunların cəmi 21, bunların cəmi isə 22-dir. Onda 3x plus 3, buna da y yazaq da, x yazmayaq. 3y bərabərdir 21-ə. Buradan x plus y bərabərdir 7-yə. Və daha sonra hidrogenləşmədən sonra 2x plus 4y bu da bərabərdir 22-yə. Sistem tənliyə gətirsək, yuxarını 2 dəfə artıranda 2x-lər ixtisar getdi. 2y bərabərdir 22-dən 14 çıxanda 8, y də olur 4. Və bizdən ribozanı soruşur, yəni x-i. Cəmi də axı 7-dir. Deməli x də olur 3 mol. Deməli riboza 3 mol götürülmüş olacaq. 11-ci sualımızda dəmir oksidlərindən ibarət 180 qram qarışıq var. Dəmir oksidinin nə olduğunu bilmirik. Ümumi olaraq ferium X, O, Y şəklində yazıram və üzərinə CO gələndən sonra dəmir tam reduksiya olunur. X mol dəmir əmsalına uyğun, indeksinə uyğun və CO özünə həmin bu oksigeni birləşdirir, ayrı yazıram elə, CO2-yə çevrilir. Yəni bir özünün CO-dur, bir də buradan gələn oksigen. İndi buradan gələn oksigeni biz necə tapırıq? Bu 180 qramdır, bu isə 128,8 qramdır. Aradakı fərq nədir? Həmin bu oksigenin kütləsidir də. 180-dən 128,8-i çıxaq. Deməli 180 çıxılsın 128,8 eləyir 51,2 qram azalma. Həmin azalma bu o y yazdığımıza görədir. İndi bu normalda CO2-dir də, düzdürmü? Əgər 1 mol CO2 alınsaydı, deməli burada 16 qram artım olmalıydı. Amma 51,2 qram artım var. CO nədirsə bunun üzərinə 51,2 qram gəlib və buradan tapaq görək neçə moldur. Buradan tapırıq ki 51,2-ni 16-ya böləndə eləyir 3,2 mol. Əgər CO2 3,2 moldursa, onda sərf olunan CO da 3,2 moldur. Və bizə deyir ki 8 mol CO ilə qarışıq reduksiya olunub. Əgər 8 moldursa, onda bunun 3,2-nin 8-in 3,2-si reduksiya prosesində iştirak edib və oksidləşib. Onda 3,2-ni bölürəm 8-ə, vururam 100-ə. Bu da eləyəcək 40%. Cavab olur 40. 12-ci sualımızda oksigenin azona çevrilməsi zamanı. Oksigen çevrildi azona. Əmsallaşdırırıq, başlanğıc, sərtarazlıq yazırıq və bizə nə deyir? Deyir ki, oksigenin qatılığı 4 dəfə azalıb. Yəni, məsələn, əvvəl 4x idisə, indi olub x. Deməli ki, onda 3x-i sərf olunub. 3 də bunun əmsalına uyğundur. Əgər bu 3x sərf olunubsa, onda azon da 2x alınır. Və tarazlıq sabiti 1-dir. 1 bərabərdir. Qatılıq olduğuna görə həcmə ehtiyac yoxdur. Deməli, 2x-in kvadratı bölünsün x-in kubu. X-in kubu. Bu 2 dənə x-nə, bunun x-i getdi, biri qaldı. Onda x bərabər olur 4-ə. Əgər x 4-dürsə, oksigenin başlanğıcı da 4x idi axı. 4 vurulsun 4 eləyəcək 16. Gəldik 13-cü sualda. 13-cü sual kompleks gübrə soruşulmuş. Cavab da uyğun olaraq kalium nitrat imiş verilən variantlara əsasən. Və kalsium ortofosfat, natrium nitrat, kalium xlor kimi bu kimi maddələr sadalanıb və içlərindən kompleks gübrə olaraq kalium nitrat variantı uyğun imiş. 14-cü sualda hidrogen verilənlərdən hansı ilə birbaşa qarşılıq təsirdə olmur deyə sual verilib. Variantlarda silisium olaraq götürülüb.
Növbəti sual yenə asan suallardan biridir. 3s2 3p3 elektron formuluna malik elementin neytron sayı proton sayından bir vahid artıqdır. Bu element proton sayını buradan tapırıq. 15'ə uyğun gəlir. Neytron sayı da protondan bir vahid artıqsa bu da 16'dır. Onda ayrı da 31'dir. Uyğun cavab 31. Növbəti 16-cı sualda aşağıdakı maddələrdən adi şəraitdə bromlu suyu rəngsizləşdirənlər hansılardır? Məsələn, ümumən indi mən sadalayıram, variantları görməmişəm təbii ki. Stirolu götürə bilərsiniz, anilin götürə bilərsiniz, fenol götürə bilərsiniz və yaxud da ki, 2 qat rabitəsi olan, yəni radikalında doymamışlıq olan, kauçuklar olsun, alkadiyinlər, alkinlər, alkenlər hamısını bunları da götürmək mümkündür. 17-ci sualda simmetrik sadə efir göstərin. Sadə efir belə oksigen vasitəsilə birləşir. Əgər eyni radikallar birləşirsə, deməli simmetrik sadə efirlərdən söhbət gedir. Adətən adlandırmada di söz önlüyündən istifadə olunur. Dimetil, dietil efiri falan bu şəkildə adlandırılırsa, deməli ki, bu simmetrik sadə efiri göstərəcək. Glisinin əmələ gətirdiyi tripeptidin nisbi molekul kütləsi, glisin ümumən Mr olaraq 75'ə bərabərdir və tripeptid bərabərdir 3 mol amin turşu çıxılsın 2 mol su. Sxem şəklində yazsaq, onda 75'i vururam 3'ə, buradan da 36 qram su çıxıram. Uyğun cavab 189. Növbəti sualda deyir, şagird 2 sınaq şüşəsi götürür. Birincisinə etilin glikol, CH2OH, CH2OH şəklində çox atomlu spirt, digərinə 1 atomlu spirt, etil spirt əlavə edir və hər iki qaba kuprum hidroksid əlavə edir. İndi müəyyən şərait yaranır. Kuprum hidroksidlə 1 atomlu spirt reaksiya verməyəcək, amma çox atomlu spirtlərin təyini reaksiyasında parlaq göy rəngli məhlul alınmış olur. Bu da variantlarda uyğun olaraq bunu seçmək lazım idi. 20-ci sualda deyir, neytrallaşma reaksiyasının istilik effekti 55'dirsə, müsbət 55 kilojol burada unudulub. 2 litr 0,25 molyar xlorid turşusu ilə 1 litr 0,4 molyar qatlıqlı natrium OH məhlul reaksiyası axıra qədər gedirsə, nə qədər istilik ayrılmış olar. H-xlor, natrium hidroksid burada təbii ki, reaksiya 1-in 1-ə nisbətindədir və hərəsindən əgər 1 mol götürülərsə, ayrılan istilik effektinə uyğun olaraq 55 kilojoula bərabər olur. İndi bizim də əlimizdə var 0,25'i 2'yə vuranda, yəni C bərabərdir nü bölünsün V düsturuna əsasən o mol miqdarını tapıram C V düsturundan. Onda 0,25'i vururam 2'yə. Bu edir 0,5 mol H-xlor və həmçinin 0,4'ü 1'ə vururam. 0,4 molda natrium OH. Reaksiya 1-in 1'ədir. Yəni ən az mol miqdarda olan bitəcək, digərindən artıq qalacaq. Onda 0,4'ə əsasən hesablama aparmalıyıq. 1 mol sərf olunanda 55 kilojol istiliyi ayrılırsa və 0,4'də nə qədər ayrılar? 55'i vuraq 0,4'ə, uyğun cavab 22 kilojol. Keçdik növbəti 21-ci sualımızda maddə olaraq X qazını verib və temperaturları verib, təzyiqi verib. Biz bilirik ki, qazların həll olunması temperaturla tərs, təzyiq nə isə düz asılıdır. Yəni, harada təzyiq çoxdursa, temperatur da aşağıdırsa, deməli orada həll olma daha çoxdur. Yəni, C2 hamısından böyükdür. Sonra digərlərinə baxıram ki, təzyiq eynidir, amma temperatur birində 20, digərində 25'dir. Təzyiq eyni sabit saxlayıramsa, temperaturu aşağı olanın həll olması daha çoxdur. Yəni C1 də C3'dən böyükdür. Bu da müqayisə. 22-ci sualda eyni maddənin X və Y faizli məhlulları 1,4 kütlə nisbətində qarışdırılıb. X faiz, bu da Y faiz. Qarışdırıblar, 26 faizli məhlul alıblar. Həmişə böyükdən kiçik çıxırıq. Burada da Y X-dən böyükdür. Ona görə Y-dən 26 çıxıram. Burada da 26'dan X çıxıram. Və bu nisbət 1-in 4'ə olan nisbətidir. İndi bunu həll eləsək, 26 çıxılsın X bərabər olur. 4Y çıxılsın. 26'ını da 4'ə vuranda 104. Və buradan da alıram ki, X bərabərdir.
130 çıxılsın 4y. İndi bunu yadımızda saxlayaq. Daha sonra həmin bu qarışığın üzərinə həmin bu qarışıqda deməli burada x yaxşı düşməyibdi. Deməli, x və y faizli məhlulların hərəsindən 100 qram götürülüblər. Yəni, 100 qram x faizli, 100 qram y faizli və üzərinə də 50 qram su, yəni 0 faizli əlavə olunub və 16 faizli məhlul alınıb. Ümumi məhlulum nə qədərdir? 100, 100, 200, 50 də su, 250 və 16 faizli məhlul. Yəni M1 omega 1, M2 omega 2, M3 omega 3 bərabərdir. Deməli M1, M2, M3 omega son. Bu şəkildə düstura əsasən, yəni yerinə qoyaraq hesabladıq. Və buradan indi biz nə tapırıq yuxarıda? Bu zaten 0 edir, ondan işimiz yoxdur. 100x üstə gəl 100y bərabərdir 250-ni də 16-ya vuranda 4000. İndi buradan təbii ki sıfırlar gedəcək. 2 sıfır hərəsindən gedir. X plus y bərabərdir 40 alınır. İndi biz də yuxarıda həmçinin bunu da tapmışıq axı. İndi onu x üstə gəl 4y bərabərdir 130 da yaza bilərik. Və buradan x-lər gedir. 3y bərabərdir 90, y də 30-a bərabər olur. Yəni cavab olacaq 30. 23-cü sualda mürəkkəb efirinin buxarlarının hidrogenə görə nisbi sıxlığı, yəni D hidrogen əgər 58-dirsə, onda bu da M orta bölünsün və yaxud da ki bir dənə maddədən söhbət gedirsə, MR bölünsün hidrogen MR2. Yəni mürəkkəb efirinin MR olur 116. Bugün səhv vurmadım ki, 116. Və bu hansı mürəkkəb efirdir? 14 plus 32 bərabərdir 116. 116-dan 32-sini çıxıb 14-ə də böləndə tapıram ki, M bərabərdir 6. Yəni mürəkkəb efirinin 6 dənə karbonu var. Və 2A və A. 2-nin yəni 1-ə nisbətində karbon qazanılıb. Onda belə çıxır ki, birində 2-nin 1-ə nisbətidə ümumi 6 karbondan 4-ü birindədir, ikisi də digərində. İndi hansı spirtdir, hansı belə deyək, karbon turşusudur tam olaraq bilmirik. Amma bizə ipucu olaraq deyir ki, mürəkkəb efirdə 1 ədəd asimetrik karbon var. Əgər 1 ədəd asimetrik karbonu varsa, bax tutaq ki, spirtə 2 dənə karbon verdik. Digər 4 karbonu salmalıyıq mürəkkəb efir tərəfə. Biri burada karboksildə qalır. 3 dənəsində radikala. Radikala da əgər belə versən, yenə asimetrik yoxdur. CH2, CH2, CH3-dür. Yox, əgər radikalı bu formada yazmaq istəyirsənsə, CH, CH3 yenə asimetrik yoxdur. Çünki eyni qrupların təkrarı var. Bu tərəfdəki ümumiyyətlə CH2, CH3 asimetrik ola bilməz. Deməli, mürəkkəb efirin 4 karbonla biz asimetrik yarada bilmədik. Onda nə edirik? 4 karbonu veririk spirt tərəfə, 2 karbon qalır turşu tərəfə. Yəni asetat turşusudur. İndi spirtimizin hansı formada olduğuna baxaq. Əgər asimetrikliyi yaratmaq istəyiriksə, bir tərəfinə hidrogen, bir tərəfinə etil, digər tərəfinə metil, bir tərəfinə də bu sirkə turşusundan geri qalan hissə. Yəni, ümumilikdə hər 4 tərəfi fərqli qrupda olduğuna görə bu karbon asimetrik karbon olur. Yəni, bir dənə asimetrik yaratmaq olur. Onda bizim spirtimiz nəymiş? İkili butil spirti. İkili butil spirti. Cavablarda bunu axtarmaq lazım idi. 24-cü sualda hansı duzlar mərhələli dissosiyasiyadır? Normal duzlar bir mərhələdə, 2 qat duzlar bir mərhələdə, sonra qarışıq duzlar bir mərhələdə. Yəni bunlar bir mərhələdir. Mərhələli hansılardır? Metalla turşu qalığı arasında OH görürsənsə, metalla turşu qalığı arasında əvəz oluna bilən hidrogen görürsənsə, bunlar artıq mərhələli olacaqlar. Ona görə də buradan kalium hidrokarbonat, sonra bu normaldır bir mərhələdə, normaldır bir mərhələdə, bir də kalsium hidroksixlorid.
və deməli bu hər iki duz mərhələli olaraq dissosiasiya etmiş olacaq. Hansı duzun məhlulun elektrolizində katodda metal ayrılır? Katodda metal ayrılan ya orta aktiv ya da pasiv metal olmalıdır. Burada da aktivdir. Bunlar passivdir. Amma argent ortofosfat çöküntüdür deyə bunu götürmürük. Kupr SO4-dən katodda mis, məhlulda gedir də anodda oksigen, məhlulda da qalır sülfat turşusu. Yəni uyğun cavab Y variantı. Sonra bu birləşmədən üzərinə X gələndə propen alınır. Monohalogenli törəmələrin üzərinə kalium hidroksidin spirtdə məhluluna gəlməklə propen almaq olur. Ona görə də X maddəsi olacaq kalium hidroksidin spirtdə məhlulu və monohalogenli törəmənin üzərinə Y gəlməklə heksan alınıb. Yəni 3 dənə karbon 2 dəfə artıb. Bu da natriumla Würz reaksiyası iləndir. Yəni Y-də natrium olacaq. X oldu kalium hidroksidin spirtdə məhlulu, Y isə natrium. 27-ci sualda izopiren 2 metil butan. Sxem üzrə dəyişən nədir? Bax, yazaq. CH2, CHC, CH3, 2 qat rabitə CH2. Və buradan keçib 2 metil butan. Yəqin ki, hidrogenləşmə reaksiyası ilə CH3, CH2, CH3, 1, 2, 3, 4, bu da CH3. Deməli, burada sxem üzrə dəyişən nədir? Karbon sayı dəyişmir, eynidir. Sadəcə hidrogenləşmə prosesi gedir. Karbonun kütlə payı dəyişilmir. Bəli, hidrogen, yəni ümumi emer artdığına görə karbon kütlə payı azalır. Yəni bu dəyişilənlərdəndir. Hibrid orbital sayı təbii ki dəyişir. Burada 4 dənə karbon sp2-dir. Burada hamısı sp3 olub. Ona görə hibrid orbital sayı da dəyişir. Karbonun valentliyi isə həmişə sabit olaraq 4-dür. Bu dəyişiklik yoxdur. Ona görə də 2 ilə 3-ü indi burada bizim yazdığımızda uyğun olaraq seçirik. Gəldik 28-ci sualda aurum, alüminium və dəmir, ferium metalları əvvəlcə kalium hidroksid məhlulundan keçirilir. Kalium hidroksid məhlulundan keçirilən bu amfoterdir, alüminium və metalın valentliyinin yarısı qədər hidrogen ayırmış olur. Deməli, 1 molundan 1,5 mol hidrogen. Yəni, mən məhlula 27 qram alüminium əlavə eləsəm, məhluldan 3 qram deməli, məhlulu tərk edir və məhlulum 24 qram artmış olur. İndi, əgər onda tənasüb qururam ki, 24 qram artım olsaydı, deməli ki, mən bura 27 qram alüminium əlavə eləmişəm. Və 8 qram artımda nə qədər alüminium əlavə etmiş oluram? Buradan tapıram 9 qram. Bu alüminium. Daha sonra yerdə qalan bərk kütlə. Yəni, yerdə nə qalıb? Dəmirlə aurum. Həmin bu bərk kütlə xlorid turşusu məhlulundan keçirilir. Təbii ki, qızıl buradan keçməyəcək və yenə də dəmir valentliyinin yarısı qədər mol miqdarda hidrogen ayırır. Deməli ki, burada 2 valentli olduğuna görə xlorid turşusu ilə 1 moluna 1 mol hidrogen. Yəni, mən bura 56 qram dəmir əlavə eləsəm, buradan 2 qram hidrogen uçar və məhlulum 54 qram artmış olar. İndi bizə deyir ki, 27 qram artıb. Yəni, 56 qram dəmir əlavə eləsəydim, artım 54 olmalıydı. Amma 27 olubsa, mən nə qədər, belə deyək, dəmir əlavə eləmişəm? Buradan tapıram 28 qram. Bu da bizim dəmir. Daha sonra deyir ki, və qalan bərk qalığın kütləsi, yəni ki, birinci reaksiyadan sonra qalan bərk qalıq ki var idi. Qızılla bərk qalıq budur. Həmin bu bərk qalıq kütləsi 40% azaldığını nəzərə alaraq, yəni 28 qram ki, belə deyim, bu azalma oldu. 28 qram daha doğrusu dəmir reaksiya daxil oldu. Həmin dəmir buradakı qarışığın 40%-idir. Onda qarışıq ümumilikdə dəmirlə qızıl bir yerdə nə qədər imiş? Və buradan da tapıram ki, ikisi bir yerdə 70 qramdır. 9 qram da alüminium var idi axı. Üst-üstə gələndə cəmi 70, üstə gəl 9, eləyəcək 79 qram qarışıq. Yəni, ilkin qarışıq olur 79 qram.
29-cu sualda deyir bir molunda elektron sayı n'dir. Burada da n plus 2'dir. X2 odur. 2x üstə gəl 8. Bu n'ə bərabərdir. Aşağıda isə x üstə gəl 16 üstə gəl 1 ilə birbaşa 17 yazaq. Bu da n üstə gəl 2'dir. İndi n'in bu qiymətini gətirək burada yerinə qoyaq. 2x plus 8 plus 2. Və indi bunu həll eləsək, bizə lazımdır x-in sıra nömrəsini tapım. X bərabərdir 17-dən 10 çıxanda 7. Bu da oldu uyğun variant. Növbəti 30-cu sualda isə amonyakın azot və hidrogenlə reaksiyasından alınması zamanı azot plus 3 hidrogen alınır, amonyak reaksiyası. Deyir, məhsulun çıxımı azdır, amma bu çıxımı artırmaq üçün nə etmək lazımdır? Yəni, reaksiya amonyak tərəfə yönəlməsi üçün nə etmək lazımdır? Sistemdən amonyakı çıxarsaq, təzələnən reaksiya amonyak tərəfə yönələcəyinə görə amonyakın çıxımı artmağa başlayacaq. Yəni, birinci ifadəni doğru götürə bilərik. Sistemdən azot çıxarsam, reaksiya azota doğru gedir. Bu olmaz. Təzyiqi artıranda mol az olan tərəfə gedir. Yəni, amonyak tərəfə. Ona görə 3'ü də doğru götürürük.